Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz yenə İran, İsrail, Amerika müharibəsi ilə bağlı olacaq. Müharibənin gedişatında biz açıq şəkildə onun şahidi oluruq ki, Amerika tərəfi və xüsusən İsrail tərəfi, bunlar hər iki tərəf təbii ki, İran ərazisində istənilən istiqamətə zərbələr endirsələr də və zərbələr, yəni qarşılarına qoyduqları hədəflərə əslində çatsalar da, çünki onlar həm siyasi, həm hərbi, həm dini liderləri sıradan çıxarsalar da, əslində müharibə ilə bağlı ümumiyyətlə geniş mənada nəticə əldə etməyiblər. Və Amerika tərəfi faktiki olaraq indiki mərhələdə sırf aviasiya vasitələri ilə zərbələr endirir. Və son dönəmlər biz həm də onun şahidi olmağa başlamışıq ki, İran tərəfi artıq Amerika təyyarələrinin vurulmasının yollarını tapıb. Bunu ya Çindən alıblar və yaxud da ki, ya Rusiya ilə birgə hansısa bir formada bu fəaliyyətin içərisindədirlər. Amma hər halda bunun yollarını tapıblar və yeri gəlmişkən artıq bir neçə döyüş təyyarəsinin vurulması ilə bağlı faktlar var və dünən də məlum F-15 döyüş təyyarəsinin vurulması və daha sonra onların pilotlarının axtarılması ilə bağlı ciddi bir proses başladı. Və Amerika tərəfi hətta 48 saatlıq atəşkəs də təklif elədi. Bunu Qərb mətbuatı yazdı və yenə də Qərb mətbuatı yazdı ki, İran tərəfi bu atəşkəs çağırışına mənfi cavab verib. Yəni atəşkəslə razılaşmayıb. Və yeri gəlmişkən dəfələrlə qeyd eləmişəm ki, İran tərəfi atəşkəsə getməyəcək. Səbəb çox sadədir. Çünki atəşkəs müharibənin taleyini həll etmir. Atəşkəs hazırlıq bir mərhələsi kimidir. Və İran da bilir ki, əgər indiki mərhələdə atəşkəsə getsə, bu o deməkdir ki, Amerika şərait yaradırlar, onlar daha yaxşı hazırlaşsınlar və yenidən onların üzərinə hücum çəksinlər. Ona görə də hesab edirəm ki, indiki mərhələdə atəşkəsə İran tərəfi getməyəcək. Amerika tərəfinə gəldikcə isə Amerika ilə bağlı çox ciddi problemlərin də biz şahidi oluruq. Birinci problem hardan başladı? Birinci problem Gerald Ford aviadaşıyıcısından başladı. Açığı, müharibənin gedişatında bununla bağlı yazarkən və YouTube'da danışarkən bir çoxları buna bir mənalı baxmırdılar. Yəni bəziləri qeyd edirdilər ki, yox, yəni sanki əgər bir aviadaşıyıcı varsa və yaxud da ki, Amerikalı orada zabitlər varsa və yaxud da ki, Amerikalı hərbiçilər sanki robotdular. Yəni bunlar yorula bilməzlər, bunların mənəvi psixoloji hazırlıqları aşağı düşə bilməz sanki. Belə bir fikir formalaşır. Çox təəssüf ki, bu Azərbaycan cəmiyyətində daha çoxdur. Yəni Qərb mediasına baxdıqda, xüsusən Amerika mediasına baxdıqda bununla bağlı biz daha fərqli yanaşmaların şahidi oluruq. Və Gerald Ford aviadaşıyıcısı regiona göndərilməmişdən əvvəl aviadaşıyıcının qrupun komandanı açıq şəkildə bildirmişdi ki, onlar 11 aydır ki, sudadırlar və onların gəmilərinin həm təmir ehtiyacı var, həm də şəxsi heyətin mənəvi psixoloji vəziyyəti çox aşağıdır. Yəni onlardan 100%lik heç kim nəticə gözlənməsin. Amma təbii ki, siyasi qərardır. Siyasi qərar verildi ki, yox, mütləq şəkildə onlar bu əməliyyata, bu prosesə qoşulmalıdırlar və onlar gəldilər əvvəlcə kanalizasiya, sonra ütü otağında, indi artıq Amerika hərbi ümumiyyətlə ekspertləri, Amerikadakı ümumiyyətlə bu sahə ilə yazan şəxslər qeyd edirlər ki, hətta o gəmidə baş verən proseslər hərbiçilərin sabotajı da ola bilər. Yəni onlar faktiki olaraq döyüşmək istəmirlər. Yəni bu yöndə fikirlərə də biz, çoxlu sayda fikirlərə də biz şahid ola bilərik. Yer gəlmişkən sırf militar saytlardan gedir mənim dediyim məsələ. Amerikanın müharibə naziri tələb elədi ki, qoşunların qərargah rəisi istefa verməlidir. Yer gəlmişkən ona istefa verdirdilər. Digər iki general da istefa verdi və əlavə generalların da istefa verəcəyi ilə bağlı da iddialar var. Məsələnin mahiyyəti nədən ibarətdir? Amerika ordusu bir qədər, yəni bizim bildiyimiz Rusiya ordusu deyil. Yəni misal üçün periodla hansısa əməliyyat keçirən bir ordu deyil. Onlar hər şeyi əvvəlcədən planlaşdırırlar, hər şeyi otururlar, hesablayırlar, hər şey dəqiqliklə baş verməlidir. Və hara gedəcəklər, hara qədər gedəcəklər və hansı nəticələr əldə edəcəklər, bunların hamısını əvvəlcədən hesablayırlar. Və onlar üçün də İran müharibəsinə, İrana quru qoşunlar yeridilməsi ilə bağlı
Onların çox ciddi sualları var. Yəni bu əməliyyat necə baş verəcək? Bu əməliyyatın nəticəsi nə olacaq? Bu əməliyyatda hara qədər gedə bilərlər? Nə qədər gedə bilərlər? Bu sualların cavabı aydın deyil və ona görə də bu generalların, ordudakı generalların ümumiyyətlə bu tip fikirləri müxalif fikir kimi dəyərləndirildi və onları vəzifəsindən azad elədilər və əslində indiki yenə də Amerikalı ekspertlər qeyd edirlər ki, gedənlərin yerinə gələnlər əslində siyasilərin verəcəyi qərarlara, yəni baş üstə deyəcək bir şəxslər olacaqlar. Onlar ümumiyyətlə əmr necə gələcəksə yuxarıdan bunu da mütləq şəkildə icra edəcəklər. Yəni Amerika ordusu əslində iddialar var ki, ordunun daxilində bununla bağlı ciddi fikir ayrılıqları baş verəcək və açığı bununla bağlı bu yöndə açığı proseslərin getdiyi ilə bağlı da informasiyalar gəlməkdə davam edir. O ki qaldı yaxın şərqdə, yəni faktik olaraq İran ətrafında baş verən proseslərə, İsrail tərəfi də, yəni aviasiyadan təbii ki, İran ərazisinə zərbələr indirir. Amma İran da dayanmır. Yəni İran faktik olaraq, yəni hər kəsin gözlədiyinin əksinə olaraq İran İsrail ərazisinə daha çox zərbələr indirir. Bundan əlavə Körfəz ölkələrinə yenə zərbələr indirir və İran faktik olaraq bu müharibəni indiki mərhələdə açıq demək lazımdır ki, istədiyi kimi və istədiyi formada davam elətdirir. Və İranın bu tip davranışı, ümumiyyətlə İranın geri addım atmamağı Amerikanı da və İsraili də çox çətin vəziyyətə salır. Və ən əsas məsələlərdən biri nədən ibarətdir? Misal üçün, Avropa ölkələri artıq nəyi müəyyən elədilər? Misal üçün, əvvəl Amerika tərəfi, İsrail tərəfi bildirirlər, xüsusən Amerika tərəfi qeyd edirdi ki, Hörmüz boğazının açılması üçün onlara dəstək vermək lazımdır, kömək olmaq lazımdır. Amma artıq Avropa ölkələri gördülər ki, bu prosesə hansı ölkə qoşulmursa və İranla gedib danışırsa, onun gəmiləri Hörmüz boğazından keçir. Artıq bunu Fransa da etdi, İspaniya etdi və böyük ehtimalla digər ölkələr də bu prosesə qoşulacaqlar. Hansı ölkələr ki, prosesə qoşulmayacaqlar, onların gəmiləri Hörmüz boğazından rahatlıqla keçəcək. Və yeri gəlmişkən, Amerikanın kəşfiyyat orqanları da informasiya verirlər ki, Hörmüz boğazının qısa zamanda açılması mümkün olmayacaq. Çünki o boğazdan keçən kanallar İranın sahil sularından keçir və İranı tamamilə sıradan çıxartmaq, İranın ərazisinə nə qədər bombalar atılsa da, İranın ərazisinə nə qədər raket zərbələri indirsə də, İranın tükəndiyini biz deyə bilmərik. Və bu faktiki olaraq proses o həddə gedir ki, hansı ölkənin resursu çox olacaqsa, hansı ölkənin istər dron, istər raket istehsalı çox olacaqsa, bu müharibənin sonunda qalib tərəf həmin ölkə olacaq. Ən azından məğlub olmayacaq. İran ən azından indiki istehsalatla, dronların istehsalatı, raketin istehsalatı və hətta Amerikalı mütəxəssislər qeyd edirlər ki, ambarlar vurulur, bunkerlər vurulur, qısa zamanda onları bərpa edirlər. Və eyni zamanda İran tərəfi dayanmadan raketlə bərabər raketin buraxılış qurğularını istehsal edirlər. Yəni, faktik olaraq İran əgər bunları bacarırsa və burada tükənmə yoxdursa, bu Amerika üçün çox ciddi problem yaradacaq. Çünki Amerikanın müasir və daha bahalı texnologiyası, yəni ucuz və çoxlu sayda olan İranın raketləri və dronları qarşısında mümkün deyil sona qədər dözüş gətirsin. Yeri gəlmişkən, məsəl üçün, Yaponiyadan tutmuş bir çox ölkələr istər Tomahawk'la bağlı, istər Patriotların raketləri ilə bağlı və digər raketlərlə bağlı sifarişlər vermişlər və o sifarişlərin hamısı ləngiyir. Səbəb nədir? Çünki Amerika onları vaxtında çatdıra bilməyəcək, çatdıra bilməməyinin yeganə səbəbi müharibədə onları istifadə edirlər və kütləvi şəkildə istifadə edirlər. Bu çox ciddi problemlər və bunun özü alternativ istiqamətə yönəldir bəzi ölkələr. Artıq Cənubi Koreya yönələn ölkələr var, Rusiya çoxlu sayda ölkələrin yönəldiyinin şahidi oluruq, Çinə çoxlu sayda yönələn ölkələrin şahidi oluruq. Yəni, bütün bunlar onu göstərir ki, həm Amerikanın özü tükənir, həm sifarişləri vaxtında çatdırmadığına görə ölkələr də başqa istiqamətə yönəlir. Ona görə də müharibənin indiki şərtlərində biz Amerika və İsrail, Trump nə qədər qeyd eləsə də ki, onlar
qalib gəliblər, onlar bu müharibəni bitiriblər. Amma biz hər halda real müharibəyə yanaşırıq. Misal üçün, mənim üçün bu müharibənin fərqi yoxdur. Yəni, bu İranın müharibəsidir, bu Amerikanın, bu İsrailin müharibəsidir. Prosesə real baxmaq lazımdır, obyektiv yanaşmaq lazımdır. Obyektiv biz baxanda, bax, bu danışdıqlarımız, bu qeyd elədiklərimiz hamısı çıxır ortalığa. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.